Amma mənim digər məsələyə də istəyərdik toxunaq. Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işləri ölkənin ümumi iqtisadi və siyasi gücünü necə möhkəmləndirdi? Heç şübhəsiz, biz bir strateji vəzifəyə nail olduq. Yəni, ərazi bütövlüyü və suverenliyimizi təmin etdik. Bu bəllidir, bu aksiyomadır və ən əsası o ki, dünya bunu qəbul edir, bu reallığı. İndi növbəti məsələ odur ki, bizim qarşımızda işğaldan azad olunmuş torpaqlarımızın, yəni Qarabağ və Şərqi Zəngəzurun bərpası, onun bizim iqtisadiyyatımıza reinteqrasiyası, yenidən qurulması, bu işlər həyata keçirilir və bu istiqamətdə də 2025-ci ildə çox mühüm addımlar atılıb. Əvvəla qeyd edeyim ki, bu çox mühüm növbəti vəzifəni icra etmək üçün birinci nə lazımdır? Birinci pul lazımdır. Maliyyə vəsaiti lazımdır. Gözəl ideyalar ola bilər, amma bunu həyata keçirmək üçün pul lazımdır. Bax, sizə bəzi rəqəmlər deyim. 2020-ci ildə biz ərazi bütövlüyümüzü təmin etdik. 2021-ci ildən başlayaraq sizin sualınızda qoyduğunuz vəzifənin icrası ilə bağlı addımlar atılmağa başlayıb. Və indiyə qədər 2025-ci il daxil olmaqla 22 milyard manat vəsait ayrılıb. 22 milyard manat. Və indi biz 2026-cı il büdcəsini parlamentdə təsdiqlədik və cənab prezident bu günlərdə onu ümumiyyətlə təsdiqlədi, artıq qüvvəyə mindi. Biz 2026-cı ildə Qarabağ və Şərqi Zəngəzurun bərpasına 3,5 milyard manat yenidən vəsait ayrılıb. 22 üstəgəl 25,5 milyard vəsait ayrılıb. Yenidən qurma işlərinə, tikinti işləri, bəli.